Çıxışınıza görə çox sağ olun, cənab prezident. İndi isə bir neçə şəxs sizə sual vermək istəyir. Xatırlatmaq istəyirəm ki, sizin bəyanat səsləndirmək yox, sual vermək üçün 30 saniyəniz var. Əvvəlcə siyasi qruplar adından çıxış edən natiqlərə sual vermək imkanı təqdim etmək istəyirəm. Birinci natiq sosialist qrupu adından çıxış edən cənab Maknamaradır. Xanım sədr, cənab prezident, çox sağ olun. Amnesty International məlumatına görə ölkənizdə 19 siyasi məhbus var. Ligiya təşkilatlar isə onların daha çox olduqlarını qeyd edirlər. Buradakı məhkəmə İlqar Məmmədovun həbs olunmasını qeyri-qanuni bəyan edib və bu həbsin arxasında duran motivasiya seçkilərlə bağlı idi. Digər isə Anar Məmmədlidir ki, sizin sonuncu dəfə qalib gəldiyiniz prezident seçkilərində səhvləri aşkara çıxarıb. Nida fəalları öz fikirlərini bildirdiklərinə və dinc xarakterli nümayişlər keçirdiklərinə görə həbs olunublar. Bu qurumun siyasi məhbusların tərifini qəbul edib. Lakin məruzəçiyə Azərbaycana çıxış imkanı verilməmişdir. Bütün bu hadisələr Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik legitimliyinizi azaldır və siz bu məhbusları buraxacaqsınızmı? Çox sağ olun, cənab prezident. Mən bugün keçirdiyimiz görüşdə iştirak edən şəxslərdən xahiş etmək istəyirəm ki, onlar burada iştirak etmək üçün gəliblər. Xahiş olunur, əl çalmayın. Çox sağ olun. Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdikləriniz hamısı yanlış informasiya əsasındadır ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız, lakin burada hər hansı bir nəzərə çarpan uğur əldə etməmişsiniz və mən əminəm ki, sizin dünənki təşəbbüsünüzün nəticəsi bir neçə il bundan öncə olan təşəbbüsün nəticəsi ilə eynilik təşkil edəcək. Bunun da nəticəsi 2013-cü ilin yanvar ayında cənab Strasserin burada fiyaskoya uğraması idi. Əfsuslar olsun ki, Azərbaycan məqsəd yönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərinizdən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər. Nə? Mən bunu çıxışlardan götürürəm. Anlayıram. Əgər siz müzakirə açmaq istəyirsinizsə, biz bunun üçün başqa yer tapa bilərik. Buna görə də Azərbaycanda heç bir siyasi məhbus yoxdur və cənab Strasserin hesabatı da bu zalda uğursuzluqla nəticələndi. Çünki o hesabat yanlış informasiyaya, şər, uydurmalara əsaslanırdı. Siz də indi eyni şey etməyə çalışırsınız. Siz bu səhv informasiyanı təkrarlamaqla assambleyanı yanlış fikrə yönəltmək istəyirsiniz. Azərbaycanda siyasi məhbuslar yoxdur və Azərbaycan Avropanın İnsan Haqları Məhkəməsinin üzvüdür. Məhbuslarla əlaqəli bütün məsələlər öz həllini orada tapa bilər və biz Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinin qərarlarına hörmət edirik. Buna görə bir daha qeyd etmək istəyirəm ki, bizim ölkəmizə hücum cəhdləri tamamilə əsassızdır və bunların heç bir nəticəsi olmayacaq. İndi isə EPP qrupu adından sözü xanım Bakoyannisə vermək istəyirəm. Cənab prezident, icazə verin, EPP qrupu adından sizi salamlayım. Mən Dağlıq Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Son illər ərzində bir çox təşəbbüslər irəli sürülüb. ATƏT-in Minsk qrupu regionda fəaldır və sizin fikrinizcə Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı təşəbbüslə çıxış etmək imkanı varmı? Son aylar ərzində vəziyyəti necə dəyərləndirirsiniz? Sizin fikrinizcə belə bir təşəbbüsdən faydalanmaq məqamı olacaqmı? Biz həmişə bu məsələyə burada, Avropa Şurasında baxılmasını güclü tərəfdaşı olmuşuq. Təşkilata üz olduğumuzdan bəri bu belə olub və şərhlərimdə qeyd etdiyim kimi 2005-ci ildə Avropa Şurası vəziyyət, işğal və işğala son qoymaq zərurəti ilə bağlı qətnamə qəbul edib. Sonra xüsusi komitə yaradılmışdır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə və bu komitəni boykot etməsinə görə hazırda bu komitə artıq
toplaşmır. Buna görə də düşünürəm ki, beynəlxalq təşkilatlar nə qədər bu münaqişəyə diqqət ayırsalar, biz bu məsələnin həllinə daha tez nail ola bilərik. Çünki qeyd etdiyim kimi, Ermənistan hər şeyi olduğu kimi saxlamaq istəyir və Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona görə də onlar düşünürlər ki, Minsk qrupunun formatı onlar üçün çox əlverişlidir. Biz başa düşürük ki, bugün vasitəçilik missiyası ilə bağlı Minsk qrupuna alternativ yoxdur. Baxmayaraq ki, onların fəaliyyəti heç bir nəticə verməyir. Lakin düşünürəm ki, Avropa Şurası bu məsələyə daha fəal baxmalıdır və fikrimizcə xüsusi komitənin fəaliyyətinin bərpa edilməsi çox vacib addım olardı. Danışıqların perspektivlərinə gəlincə, əfsuslar olsun ki, biz bu məsələ ilə bağlı çox da nikbin deyilik. Ermənilər status quo-nun dəyişməz olaraq qalması üçün əllərindən gələn edirlər. Vaxt aşırı bizim Ermənistan prezidenti ilə ikitərəfli görüşlərimiz olur. Sonuncu görüşümüz keçən ilin noyabr ayında Viyanada baş tutdu. Bu görüşün nəticəsində bizdə müəyyən nikbinlik yaranmışdır və biz də ictimaiyyət qarşısında bu məsələyə mövqeyimizi bildirdik. İləriyə kiçik addımların atılması, lakin prosesin ləngidilməsi ilə bağlı köhnə taktika davam edilir. Buna görə də beynəlxalq ictimaiyyətin fəal iştirakı olmadan hesab edirəm ki, Ermənistan etdiyini davam etdirməyə çalışacaq. Sağ olun, növbəti sual Qraf Aftanzi İDD qrupundan veriləcək. Cənab Prezident, sualın insan hüquqları sahəsinin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlarla bağlıdır. Avropa Şurası ilə hazırda razılaşdırılmış ictimai fəaliyyətlə bağlı tədbirlər planına əlavə xüsusi hədəflərə nail olmaq üçün sizin ölkəniz hansı tədbirləri görməyi planlaşdırır? Bu cənab baş katibin ölkəmizə səfərə zamanı razılaşdırıldı. Azərbaycan üçün bu sənəd hər tərəfli bir sənəddir və Azərbaycanla Avropa Şurası arasında gələcək əməkdaşlıq üçün yol xəritəsidir. Əlbəttə ki, insan hüquqları, qanun aliyi və demokratik islahatlarla bağlı vəziyyət bizim üçün prioritetdir. Əvvəlcə qeyd etdiyim kimi, bir çox işlər artıq görülüb, lakin bir çoxunun da görülməsi nəzərdə tutulur. Əgər tənqid real faktlara əsaslanırsa, biz bu tənqidə çox açığıq. Əlbəttə ki, ola bilsin, Parlament Asambleyasının digər üzvləri kimi biz də mükəmməl deyilik. Lakin bəzi hallarda tənqid qərəzli yanaşmaya əsaslanır. Bu, sadəcə olaraq Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bir cəhddir. Azərbaycanın Avropa Şurasına üzv olduğu illər sürətli siyasi islahatlar illəri idi və Azərbaycanın Avropa Şurasına üz qəbul olunması bizim hökumət, eyni zamanda Avropa Şurası üçün düzgün seçimidir. Buna görə də düşünürəm ki, gələcək əməkdaşlıq, o cümlədən bir neçə ay ərzində sədrliyimiz dövründə demokratik islahatlarla bağlı ölkəmizdə yeni, yaxşı nəticələr hasil olunacaqdır. Sağ olun, siyahıda olan növbəti şəxs LD qrupunun rəhbəri cənab Şukladır. Çox sağ olun, xanım sədr, icazə verin, öz ana dilimdə sual verim. 2006-cı ildə Azərbaycan Respublikası Avropa Şurasının korrupsiya ilə mübarizəyə dair konvensiyasına qoşulur. Bu, bizim standartlar nöqteyi nəzərindən çox vacib məsələdir. Bizim aydın təlimatlarımız var. Bilmək istəyirəm ki, həmin vaxtdan bəri bu konvensiyanın və informasiyaya çıxışla bağlı qanun tələblərinin yerinə yetirilməsi, həmçinin maliyyə vəsaitləri və əmlakla bağlı şəffaflığa dair hökumətiniz tərəfindən hansı tədbirlər görülür? Qeydlərində bildirdiyim kimi, korrupsiya bizim Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik olacağımız zaman diqqət yetirəcəyimiz əsas məsələlərdəndir. Çünki bu, müalicə olunmalı xəstəlikdir. Öncə qeyd etdiyim kimi, ölkəmiz Sovetlər İttifaqına daxil olan bütün respublikalar kimi cəmiyyətimizdə dərin kök salmış korrupsiyaya görə çətin vəziyyətdəyik. Buna görə də bu bəlanın aradan qaldırılması bizim hökumətimizin hədəflərindən biridir. Bu, olmadan uğurumuz dayanıqlı ola bilməz. Ona görə də konvensiyaya qoşularaq və xüsusilə Avropa İttifaqına daxil olan ölkələrin müsbət təcrübəsindən istifadə edərək, bu, Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir. Ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bizim icra etdiyimiz təsisat tədbirləri inzibati və cəza tədbirləri ilə müqayisədə daha yaxşı nəticə verir. Çünki əfsuslar olsun ki, məsələ insanların dəyişilməsi ilə öz həllini tapmır. Buna görə də biz elə bir mexanizm tapdıq ki,
və qeydlərimdə bildirdim ki, ictimai xidmətlər sistemi mövcuddur. Bu, korrupsiyanın tətbiqini mümkünsüz edir və əlbəttə ki, şəffaflıq artır. Mən sizin dediyinizlə tam razıyam. Bizim yaxşı təcrübəmiz var. Azərbaycan, Birləşmiş Krallığın sabiq baş naziri Tony Blair tərəfindən irəli sürülən mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və Azərbaycan bu təşəbbüsün ilk tam hüquqlu üzvü olub. Buna görə də Azərbaycanda mədən sənayesində 100% şəffaflıq təmin edilir. İndi isə eyni şəffaflıq göstəricisini maliyyə və ictimai xidmətlər sektorunda əldə etməliyik və biz bu məsələ üzərində işləyirik. Siyasi qruplar adından sual verən sonuncu şəxs Birləşmiş Solçular qrupunun rəhbəri cənab Koksdur. Cənab Prezident, maraqlı çıxışınız üçün çox sağ olun. Çıxışınızda ölkənizdə insan hüquqları sahəsində əldə edilən nailiyyətləri yaxşı təhlil etdiniz, lakin heç də hər bir kəs sizin də bildiyiniz kimi bu müsbət təhlillə razılaşmır. Bakıda olarkən bəzi insanlarla görüşdüm, bugün də müəyyən insanlarla görüşəcəm və əlbəttə ki, gələn yanvar ayında asambleyada bu məsələyə baxılacaq. Cənab Prezident, bu baxımdan Azərbaycanda insan hüquqları üzrə dəyirmi masanın təşkil olunmasını nəzərdən keçirməyə və bu dəyirmi masada siz Azərbaycanın insan hüquqları sahəsinin təkmilləşdirilməsinə zəruri sayan tərəflərə şəffaf dialoq aparmağa hazırsınızmı? Mən əminəm ki, bu assambleya bu tədbirin təşkil edilməsinə sizə yardımcı olmaq istəyər. Sizin cavabınızı səbirsizliklə gözləyirəm. Çox sağ olun. Əlbəttə ki, biz nəinki hazırıq. Biz belə bir sessiyanı keçirmək istəyirik və tərəfdaşlarımızla birgə iş apardığımız zaman biz bu məsələni nəzərdən keçirmişik. Keçən ilin may ayında xanım sədr və baş katibin səfəri zamanı bu məsələ ilə bağlı əsaslı müzakirələr aparmışıq. Baxmayaraq ki, biz bəzi məsələlərlə bağlı razılığa gəlməsək də, lakin eyni zamanda bizim konstruktiv dialoqumuz oldu. Öncə qeyd etdiyim kimi, biz Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətin mükəmməl olduğunu düşünmürük. Lakin böyük bir irəliləyiş də var və biz konstruktiv tənqidə reaksiya göstərməyə hazırıq və biz buna reaksiya veririk. Mən öz qeydlərimdə ölkəmizdə aparılan islahatların müsbət nümunəsinə diqqət yetirdim. Çünki bu zalda əsasən diqqət mənfi məqamlara adətən yetirilir. Buna görə də bu sessiya ərzində azacıq da olsa tarazlıq yaratmaq üçün mən vaxtından istifadə etdim. Lakin mən suallar üçün də müəyyən vaxt saxladım. Ona görə də düşünürəm ki, mahiyyət üzrə açıq və səmimi müzakirələrin aparılması yaxşı bir fikirdir. Çünki bəzən bu məsələləri müzakirə etdikdə mən həmkarlarım və tərəfdaşlarımdan eşidirəm ki, belə bir fikir formalaşır. Lakin bu fikirləri kim yaradır? Bəzən Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bu fikirlər süni olaraq yaradılır. Ona görə də biz mahiyyətə nəzər yetirməliyik. Azadlıqlarla bağlı mən öz şəhərlərimdə qeyd etdim. Bizdə mətbuat azadlığı, bizdə azad internet var, bizdə azad internet varsa, senzura yoxdursa və internet istifadəçilərinin sayı 70%-ə çatıbsa, biz mətbuatın azadlığını necə məhdudlaşdıra bilərik? Sonuncu dəfə keçirilən prezident seçkisindən əvvəl və sonra müxalifətin mitinqləri oldu. Onlara qarşı heç bir məhdudiyyət tətbiq edilmədi. Və bugün kimsə miting keçirmək fikrinə düşərsə, müvafiq qaydada bildiriş verməklə 3 gün ərzində Azərbaycanın mərkəzində onlara miting keçirmək üçün yer ayrılacaq. Digər məsələ isə ondan ibarətdir ki, seçkidən sonra müxalifətin təşkil etdiyi sonuncu mitingdə yalnız 840 nəfər adam iştirak etdi. Prezident seçkiləri razı olmayan 840 adam olub. Lakin Azərbaycanda müxalifətin zəif olması faktı bizim hansısa zərərli fəaliyyətlə məşğul olmağımız anlamına gəlmir. İqtisadiyyat və sosial inkişafla bağlı bildiklərimə məhəl qoyulmaya bilməz. Azərbaycana gələn və inkişafı görən hər bir kəs başa düşə bilər ki, belə böyük iqtisadi artım cəmiyyətimiz tərəfindən qəbul edilməyə bilməz. Ona görə də insanlar etiklərimizi, hökumətimizi fəaliyyətini dəstəkləyir.
bizim hökumətimiz güclüdür, lakin insanları yatırmağımızla görə yox, işlərimizi lazım qaydada gördüyümüzə görə biz tanınırıq. Digər bir məsələ ondan ibarətdir ki, indi müxalifətdə olan insanlar 92-ci, 93-cü illərdə hakimiyyətdə idilər. Onlar xaos yaratdılar, ərazilərimizin itirilməsinə və işğala görə məsuliyyət daşıyırlar. Onlar vətəndaş müharibəsini törətdilər və sonra da qaçdılar. Bu qrupun gənc nəsil nümayəndələri eyvanda əyləşiblər. Bu insanlar başa düşmürlər ki, onlar 92-ci, 93-cü illərdə nələrin baş verdiyini bilmirlər və bu onların günahı deyil. Onlar yanlış yoldadırlar. Ona görə də biz sizin iştirakınızla dəyərli masa müzakirələrində iştirak etməyə hazırıq. Çox sağ olun. İndi isə cənab prezident təklif edərdim ki, 3 qrup şəklində olan sual verilsin və siz onların hamısına birlikdə cavab verəsiniz. Birinci sual Norveçdən xanım Kristoffersendir. Çox sağ olun, xanım sədr. Cənab prezident, bu assambleya üçün bütün Avropa miqyasında cinsi azlıqların hüquqlarının çox sayılı pozuntuları məsələsi xüsusi olaraq nəzərdən keçirilir. Siz cinsi azlıqların hüquqlarını, əsas insan hüquqlarının bir hissəsi kimi tanıyırsınızmı? Əgər bu belədirsə, Azərbaycan Respublikası cinsi azlıqların hüquqlarını təmin etmək və sizin ölkənizə onların təşkilatlanmaq azadlığını təmin etmək üçün hansı tədbirləri görəcək? Çox sağ olun, növbəti sual Fransa nümayəndəsi cənab Roş Bulandan veriləcək. Çox sağ olun, xanım sədr, cənab prezident. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində tanınmış şəxs olan Leyla Yunusla pis davranış, Avropa Şurasının Parlament Assambleyasını, Azərbaycanın beynəlxalq səviyyədə tanınan Avropanın İnsan Hüquqları Konvensiyasında göstərilən azadlıqlara hörmət etməsini inandıra bilərmi? Çox sağ olun, diqqətinizə görə. İndi isə sual vermək növbəsi xanım Fiyalandır. Cənab prezident, bu yaxınlarda beynəlxalq sərhədlərdə zoraki insidentlərin sayı əhəmiyyətli dərəcədə artır. Demək olar ki, hər gün biz itkilər barədə məlumatlar alırıq və onların arasında mülki şəxslər də var. Cənab prezident, əgər biz tərəfləri atəşkəsə ciddi əməl etməyə və Minsk qrupu həmsədrləri tərəfindən təklif olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə, yəni snayperlərin çıxarılması və müstəqil araşdırmaların aparılmasına çağırsaq, siz bununla razılaşarsınızmı? Çox sağ olun. Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunur və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı Azərbaycandakı mövcud vəziyyət artıq bildirdim ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənir. Leyla Yunusa qarşı iddia edilən pis davranışla bağlı suala gəldikdə, mən bu bəyanatla razı deyiləm. Çünki onunla pis davranılmayıb. Əksinə, polis nəfəri onun fiziki və şifahi hücumuna məruz qalıb. O, bəzi cinayət araşdırması ilə bağlı aparılan iş üzrə şahid ifadəsi vermək üçün çağırıldıqda qaçmağa cəhd edib və o saxlanılaraq şahid qismində ifadə verməyə dəvət olunub. Lakin əfsuslar olsun ki, o bu dəvətə bir neçə həftə ərzində məhəl qoymayıb və informasiya təqdim etmək üçün bu legitim müraciətdən imtina edib. Sərhəddə insidentlərlə bağlı suala gəldikdə, sizin verdiyiniz sualı, təhlükəsizlik və etimadın artırılması tədbirləri ilə bağlı sualı, mən həmişə Minsk qrupunun həmsədrlərindən eşidirəm. Deyə bilərəm ki, bəzən Azərbaycan və erməni əskərləri arasında məsafə 50 metr təşkil edir. Burada hər hansı bir məkirli niyyətləri həyata keçirmək üçün heç snayper də lazım deyil. Etimadın artırılması tədbirlərinin yaradılmasının ən yaxşı yolu işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılmasına başlamaqdır. Sizin istinad etdiyiniz itkilər Azərbaycan ərazilərində baş verir. Onlar Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda yox, işğal edilmiş ərazilərdə baş verir. Erməni əskərlərinin orada nə işi var? O əskərlərin çoxu Ermənistandan cəlb olunur. Onların işğal edilmiş ərazilərdə nə işi var?
Ona görə qüvvələrin öz mövqelərindən geriyə çəkilməsi mümkün deyil. Belə olan halda biz torpaqlarımızı əlavə hücumlardan necə müdafiə edə bilərik? Buna görə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı siyasətinin uğursuzluğunu, onların Azərbaycanla mübarizədə faktiki məğlub olduğunu nə qədər tez başa düşsə, o qədər də yaxşı olar. Onların statistik göstəricilərinə əsasən bugün Ermənistanda yoxsulluğun səviyyəsi 40%-dən artıqdır. Onların statistik göstəricilərinə görə bu ilin yalnız birinci rübündə 40 min erməni vətəndaşı Ermənistanı bir dəfəlik tərk edib və onlar heç vaxt geri dönməyəcəklər. Bu da işğal siyasətinin nəticəsidir. İndi onlar hər yerdə şikayət edirlər ki, Azərbaycan təhlükə mənbəyidir. Bizim ölkəmizin torpaqları işğal olunur. Onlar bizim üçün və bütün region üçün təhlükə mənbəyidirlər. Onlar nə qədər tez bu siyasətin gələcəyinin olmadığını başa düşsələr, yəni Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Münaqişə o qədər tez həllini tapacaq və erməni xalqı o qədər tez firavan həyat sürər. Növbəti 3 suala keçmək istəyirəm. Birinci sualı Birləşmiş Krallıqdan cənab Flynn verəcək. Jurnalistlər Azərbaycanda yalandan ittiham olunaraq həbs ediliblər. Seçkilər saxta olub. Mən bu proseslərə cəlb olunan insanlarla danışmışam. Ona görə də Azərbaycanın bu il standartları Avropa Şurasının səviyyəsinə yüksəldiləcəyini, yoxsa digər ölkələr üçün insan haqları üzrə standartları daha da pisləşdirmək baxımından örnək ölkə olacağını gözləyə bilərikmi? Cənab Diaz Terida. Çox sağ olun, xanım sədr. Çox sağ olun, cənab prezident. Ölkənizin yerləşdiyi regionda bir çox qonşularınız var. Mən sizə enerji riskləri və sabitliyə bağlı risklər barədə sual vermək istəyirəm. Çünki düşünürəm ki, İsrail yaxın şərqdə olduğu kimi siz də öz regionunuzda mühüm rol oynayırsınız. Birbaşa gələcək üçün enerji və sabitlik riskləri ilə bağlı fikrinizi öyrənmək istərdim. Gördüyünüz işlər üçün çox sağ olun. Çox sağ olun. İndi isə Danimarkadan xanım Lokliyə sual vermək imkanını vermək istəyirəm. Cənab Prezident, siz qeyd etdiniz ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur. Lakin biz beynəlxalq mediadan bilirik ki, Azərbaycanda neçə minlərlə məcburi köçkün var. Bu çağırışın öhdəsindən necə gəlirsiniz? Birinci sualla bağlı verdiyiniz qısa sualda 2 dəfə yalan danışmağa müvəffəq oldunuz. Siz 2 dəfə yalan dediniz və mən bunu sübut edəcəyim. İndi isə mənə qulaq asın. Mənə qulaq asın. Azərbaycanda jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəs böhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olunması ilə bağlıdır. Avropa Şurasının Parlament Asambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyətini göndərmişdir və çox güman ki, siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə, həmkarlarınızla əlaqə saxlayın. Onlar Azərbaycanda keçirilən seçkini müsbət dəyərləndirlər. Mindən çox beynəlxalq müşahidəçi seçkidə iştirak etmişdir. Beynəlxalq təşkilatlar tərəfindən bir neçə exit poll keçirildi. Bütün bu təşkilatlar seçkinin rəsmi nəticələrini dəstəkləyib. Beləliklə, onların da verdiyi qiymət fərqli olmayıb. Avropa Şurasının Parlament Asambleyası nümayəndə heyətini göndərmişdir və onların tərtib etdiyi hesabat müsbət olub. O hesabat burada tərtib olunub. Avropa Parlamenti nümayəndə heyətini göndərmişdir. Hesabat müsbət olmuşdur. ATƏT-in Parlament Asambleyası da nümayəndə heyətini göndərmişdir. Bu da müsbət nəticə vermişdir. Nəyə görə siz burada yalan danışırsınız? Seçki azad və ədalətlidir və seçkinin nəticələri burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola bilsin ki, bu vəziyyət sizin ölkənizdə baş verir. Enerji təhlükəsizliyi ilə bağlı məsələyə gəldikdə, Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi öz rolunu oynayır. Bugün mən
bu məsələni qaldırmadım, çünki diskusiyalara daha çox vaxt ayrılmasını istəyirdim. Lakin enerji təhlükəsizliyi tərəfimizdən ciddi nəzərdən keçirilən bir məsələdir. Faktiki olaraq biz Azərbaycan üçün tam enerji təhlükəsizliyi səviyyəsinə nail olmuşuq. Çünki neft və qaz ehtiyatlarımız üçün şaxələndirilmiş təchizat marşrutumuz var. Biz indi bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına kömək etməyə çalışırıq. Bugün Parlament Asambleyasının üzvü olan bəzi ölkələr neftin 40%-ni Azərbaycandan əldə edirlər. İndi isə biz böyük qaz paylama və nəqliyyat layihəsini işə salırıq. Bu layihə Azərbaycanın Avropaya qaz ixrac etməsinə imkan yaradacaq. Birinci sualınızda da düzgün qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi, siyasi təhlükəsizlik və sabitlik birgə həll olunmalı məsələlərdir. Ona görə də Avropada hazırda icra edilən və ümumi sərmayə dəyəri ən azı 45 milyard avro olan ən böyük infrastruktur layihəsi hesab edilən yeni qaz infrastruktur layihəsi Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi ən böyük töhfə olacaq. Danimarka nümayəndəsinin verdiyi növbəti suala gəldikdə, siz məcburi köçkünlər məsələsinə toxundunuz. Əgər düz başa düşdümsə, siz Ermənistanın işğalından əziyyət çəkən insanlar nəzərdə tutursunuz. Bu belədir. Bir çox məcburi köçkünlər var. Bizdə olan qaçqın və məcburi köçkünlərin ümumi sayı milyondan artıqdır. Bunların 250 mini Ermənistandan qovulan azərbaycanlılardır. 700 min azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulur. Bizdə həmçinin digər ölkələrdə gedən müharibələrin qurbanı olan və bizim ölkəmizə gələn qaçqınlarımız var. Bu insanların yaşayış şəraitini yaxşılaşdırmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Lakin sizin də bildiyiniz kimi bu çoxlu vaxtı və maliyyə vəsaitini tələb edir. Hər il biz 20 mindən çox məcburi köçkünü yerləşdiririk. Biz 82 qəsəbə tikmişik və artıq 40 min ailə mənzil və evlərlə təmin olunub. Amma bütün bu insanların ehtiyaclarını təmin etmək üçün bizə əlbəttə ki, əlavə vaxt və vəsait lazım olacaq. Cənab Prezident, adətən iclasımızın saat 1-də başa çatmasına baxmayaraq, icazənizlə əlavə 3 sualı da cavab verərsinizmi? Birinci sual Gürcüstan nümayəndəsi cənab Caparizidəndir. Çox sağ olun, xanım sədr. Cənab Prezident, Azərbaycana uğurlu və məhsuldar sədrlik arzu edirəm. Siz münaqişələr barədə danışdınız və bildiyiniz kimi Gürcüstan da eyni problemləri yaşayır. Siz iqtisadi inkişaf barədə də danışdınız. Və regional əməkdaşlıqla bağlı sual ünvanlamaq istəyirəm. Çünki Azərbaycan, Gürcüstan və Türkiyə ilə birlikdə bu layihələr üzrə aparıcı qüvvədir. Çox sağ olun. Növbəti sualı Polşa nümayəndəsi cənab Bedro verəcək. Çox sağ olun, xanım sədr. Cənab Prezident, yalnız kişilərdən ibarət nümayəndə heyətini gördükdə çox təəccübləndim. Kişi və qadın bərabərliyi xətrinə bu sualı vermək məcburiyyətində qaldım. Azərbaycan qlobal gender ayrı seçkili indeksinə görə 136 ölkə arasında 99-cu yeri tutur. Gender bərabərliyi ilə bağlı bu çox dəhşətli mövqedir. Buna görə bilmək istərdim ki, hökumətiniz kişi və qadın bərabərliyini həyata keçirmək üçün hansı addımlar atır, nə vaxt İstanbul Konvensiyasını imzalayacaq və ratifikasiya edəcək? Çox sağ olun və sonuncu sual Ukrayna nümayəndəsi cənab Ariyevdən gəlir. Cənab Prezident, əvvəlcə QAM-ın yenidən gücləndirilməsi ilə bağlı fikrinizi öyrənmək istərdim. Çünki bu quruma daxil olan bütün ölkələr Rusiyanın işğalının qurbanı olublar. İkincisi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkənin prezidenti kimi Rusiyanın qadağası ucbatından Krıma qayıda bilməyən Krım tatarlarının lideri Mustafa Cəmiloğluna bu məsələdə kömək edə bilərsiniz. Sağ olun. Cənab Caparizə tərəfindən verilən
sualla bağlı onu qeyd edə bilərəm ki, enerji və nəqliyyat üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üç tərəfli əməkdaşlıq artıq regionumuzda çox ciddi geosiyasi dəyişikliklə nəticələnir. Çünki keçən ay İlk dəfə üç ölkənin dövlət başları səviyyəsində Tbilisidə keçirilən sammit baş tutub və bu üç ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlıq təkcə bizim üçün vacib deyil, həm də region üçün önəmlidir. Çünki biz birlikdə xüsusilə enerji təhlükəsinə aid məsələlərlə bağlı sabitləşdirici rol oynayır. Birinci geosiyasi dəyişiklik ilk dəfə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi idi. İndi isə biz TANAP, Trans-Anadolu, Cənub Qafqaz və TAP, Trans-Adriatik qaz kəməri layihələrini həyata keçiririk. TAP Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanistan, Albaniya, İtaliya, Balqaristan və bir çox ölkələri əhatə edəcək. Biz həmçinin çox önəmli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də həyata keçiririk. Bu, bizim ölkələrimiz üzərindən Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xətti olacaq. Və əlbəttə ki, regionda vəziyyətin uğurlu inkişafı üçün ölkələrimizdə sabitlik əsas ilkin şərtdir. Ona görə də biz Gürcüstan və Türkiyə ilə ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk və bu əməkdaşlığı fəal inkişaf etdirməkdə davam edəcəyik. Azərbaycanda gender sahəsində bərabərliyin olmaması ilə bağlı ittiham edilməsini eşitmək çox qəribədir. Azərbaycan böyük ənənələrə malik olan ölkədir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılanda ilk fərmanlardan biri qadınlara seçkilərdə iştirak etmək hüququnun verilməsi ilə bağlı idi. Və ola bilsin ki, bu sizin ölkənizdən daha tez Azərbaycanda olub. Bugün Azərbaycan qadınları eyni hüquq və imtiyazlardan faydalanırlar. Onlar ölkəmizin ictimai siyasi həyatında fəal iştirak edirlər. Mən istəməzdim ki, siz məni müşayiət edən nümayəndə heyətini yalnız kişilərdən ibarət hesab edəsiniz. Burada Azərbaycanın nümayəndələri, məşhur qadın parlamentarları əyləşiblər. Onlar özlərini göstərə bilərlər. Siz bunu görə bilərsiniz və bizdə heç bir məhdudiyyət yoxdur. Biz heç vaxt mənim nümayəndə heyətimdə neçə nəfər kişinin və neçə nəfər qadının təmsil olunması məsələsini nəzərdən də keçirməmişik. Çünki onlar bərabərdirlər və bərabər hüquqlardan faydalanırlar. Gender bərabərliyinə gəldikdə, siz yəqin ki bilirsiniz, Azərbaycan gender bərabərliyi ilə bağlı qanun və ailə məcəlləsini qəbul edib. Biz hazırda İstanbul Konvensiyasını nəzərdən keçiririk ki, buna qarşı bizim heç bir etirazımız yoxdur. Bakıya gələndə siz qadınların eyni hüquqlara malik olmasını özünüz görəcəksiniz. Bu olduqca çox sevindirici haldır. Guamla bağlı deyə bilərəm ki, Guamın fəaliyyəti və ya passivliyi əsasən Ukraynanın mövqeyindən asılı idi. Çünki bu əməkdaşlıq formatındakı təcrübəmə əsasən artıq bir neçə dəfə Ukrayna hökuməti ya Guamın lehinə ya da əleyhinə idi. Buna görə də bizim üçün və əminəm ki, Gürcüstan və Moldova həmkarlarımız üçün bu qurumun inkişafı üzrə uzun müddətli strategiyanı planlaşdırmaq çox çətindir. Çünki qurumun fəaliyyəti və ya fəaliyyətsizliyi əsasən əvvəllər hökumətinizin siyasi quruluşundan asılı olubdur. Buna görə də Guamın əvvəllər olduğu kimi fəal olması üçün Ukraynadan müsbət siqnalları gözləyəcək. Cənab Prezident, nitqiniz və həmkarlarımın suallarına cavab verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. From Turkey. I know. Nasılsınız? Sağ olun. Teşekkür ederim. Başkanım. Çok teşekkür ederim. Merhaba. Nasılsınız? Sağ olun. Çok güzel. Teşekkür ederim. Sağ olun. Es ist immer da, wenn die Parlamentarier. Ja, ja.
Еще раз, господин президент. No, I've been the chairman of the Polish delegation, Mr. President was for many years the chairman, and today President of Turkey, Mr. Gil was also at the same time. Еще раз, господин президент. No, I've been the chairman of the Polish delegation, Mr. President was for many years the chairman, and